Mən Quliyev İbrahim. Bugünkü gün mənim üçün çox qürur verici və həyəcan doluydu. Mən həm də 2023-cü ilin Uşaq İncəsənət Festivalının birinci yer qalibiyəm və buradan hər kəsə uğurlar arzu edirəm. Biz təbii ki, burada şəhidlərimizin və qazilərimizin sayəsində Qarabağın tacı olan Şuşa şəhərindəyik və yəni burada iştirak etməkdən çox məmnun oldum. İllər sonra Şuşada, Qarabağ torpaqlarında Uşaq İncəsənət Festivalında iştirak etmək həqiqətən çox qürur verici hissdir. Hisslərim çox möhtəşəmdir. Burada ifa etmək mənim üçün bir böyük bir şərəfdir. Həqiqətən çox xoş oldu mənim üçün burada iştirak etmək və qürur verici bir hissdir həqiqətən. Şuşadan hər kəsə